Maliyyə işi var yoldaşlar. Maliyyə işindən bəhs etmək istəyirəm, boyaçı işindən. Bu təxminən 1000-1500 manatlıq bir işdir yoldaşlar. Boya, maliyyə işləri üzrə məlumata sahibsinizsə, material və alətlərlə material və alətlər istifadə edə bilmə bacarığınız varsa, belə bir vakansiya mövcuddur yoldaşlar. 2 növbəsi var. Səhər və axşam növbəsi. Səhər növbəsi saat 8-dən günorta 4-ə qədər, axşam növbəsi günorta 4-dən axşam, daha doğrusu gecə 12-yə qədərdir. Bu sumqayıtdadır yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bankda işləmək istəyirsinizsə, yoldaşlar, bankda işləmək istəyənlərə fürsət var. Gəlin sizə bir neçə variantdan bəhs edeyim, bir neçə vakansiyadan bəhs edeyim. Amma bu demək deyil ki, olanlar elə ancaq bunlardır. Xeyr. Amma mən sizə təxminən bir 4 dənə vakansiyadan bəhs etmək istəyirəm. Biri misal üçün kart biznesi üzrə təcrübəsi işidir. Bunlar kimə sərf edir yoldaşlar? Bank sahəsində təcrübəsi olmayan və yaxud da bank sahəsində təcrübə toplamaq istəyən, bank sahəsində karyer qurmaq istəyənlərə sərf edə bilər bu işlər. Kart biznesi üzrə təcrübəsi işi var, Unibankdadır yoldaşlar. Ali təhsiliniz varsa, ofis proqramlarını bilirsinizsə, ingilis və yaxud da rus dillərindən birini bilirsinizsə, öz dilimizi də yaxşı bilirsinizsə, sərbəst bilirsinizsə və kart biznesi və ödəniş sistemləri sahəsində marağınız varsa yoldaşlar, Unibankdakı bu işə müraciət edə bilərsiniz. Onlayn şəkildə CV-nizi yollayaraq. Bundan əvvəl bankda başqa bir iş də var. Yolobankda var misal üçün. Burada da əməliyyat xidmətləri üçün işçiyə ehtiyacı var. Nə tələb edirlər? Ali təhsiliniz olsun, Azərbaycan dilini bilin, ünsiyyət qurmaq və satış bacarığınız olsun, iş təcrübəsi tələb eləmirlər yoldaşlar. Gənc mütəxəssislər üçündür bu iş. Bu işə müraciət edə bilərsiniz. Sonra intern işi var Finka şirkətində. Burada da təcrübə toplaya bilərsiniz. Əgər ki, bakalavr dərəcəniz varsa, maliyyə, iqtisadiyyat, idarə etmə sahəsində ofis proqramlarını bilirsinizsə və həmçinin ingilisi və Azərbaycan dilini yaxşı bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə könüllü işi də var bu arada yoldaşlar. Bakı və Abşeron filialları üzrə Unibankda könüllü işi var. Digər bankalarda olan iş fürsətlərindən də tanış olmaq istəyirsinizsə, mən qeyd edim ki, son belə deyim 3 günün vakansiyalarından bəhs etdim, amma son 7 günün digər günlərində vakansiyalarına baxıb onlardan sizə bildirmək olar ən az şərtdə olan vakansiyaları. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvalı kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Maçdağada iş var yoldaşlar. Maçdağada iş var. Maçdağada xatırlamıramsa, orada həmçinin laminat sexində paketləyici işi də səhv xatırlamıramsa olmalı idi. Paylaşılıb kanalda. Amma mən sizə başqa işdən bəhs etmək istəyirəm. Allah qoysa. Deməli, bu yoldaşlar parnika lazımdır. Xanım işi lazımdır. Xanım olmalısınız. Ən az da 25 yaşınız olmalıdır yoldaşlar. Nə işidir? Güllərə baxım edirsiniz, təmizlik işinə riayət edirsiniz, güllərin sulanması işidir. Əlavə gəlir də var yoldaşlar. 600 manat civarında olsa da əlavə gəlir də mümkün olbilsin oldu. İş saatı da yay vaxtı, belə deyim, saat 9-dan 7-nin yarısına, payız qış vaxtı isə səhər 9-dan 5-ə kimidir. Yəni 8 saat işləyəcəksiniz hal-hazırda. Belə bir iş variantı da var. Digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Müşfiqabadda iş var yoldaşlar. Müşfiqabadda iş var. Deməli, mən 2 dənə variantdan bəhs etmək istəyirəm. Müşfiqabadda olan işlərdən. Biri məhsul çeşidləyici. Demək olar, hər ikisi də eyni sahəyə aid bir işdir yoldaşlar. Biri məhsul çeşidləyici işidir. 600 manatlıq bir işdir.
xanımlar üçündür. 20-40 yaşlı xanımlar üçündür. Çeşləmə işidir, belə deyək. Bu bir variantdır. Digər bir variant isə belədir ki, yoldaşlar, zeytun bağına axtarılır. Yəni orada belə deyim də, yığdığınız kiloya görə sizə əmək haqqı verirlər. Belə bir variantdır. 10 saatlıq bir işdir. 8-dən 6-ya kimidir. Sumqayıt və Müşkülabat yolunun arasında olan bir yerdir, yoldaşlar. Zeytun bağına lazımdır. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun. Toğrul Ləzivalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Məktəbdə qabyan işi var, yoldaşlar. Amma qeyd edim ki, təkcə məktəbdə olmur qabyan işi. Başqa yerlərdə də olur, məsələn, oteldə də olur. Deməli, mən məktəbdə olan qabyan işindən bəhs etmək istəyirəm. Bu, amma bildiyiniz məktəblərdən deyil də, yəni bu dövlətin olan o məktəblərindən deyil. Fərqli bir məktəbdir. Gəlin ondan sizə bəhs edeyim. Deməli, East Kitchen şirkətindədir. Elmlər filialı üzrədir. Avropa Azərbaycan məktəbinin elmlər filialı üzrədir. Ünvan. Qadın olmalısınız. Həftə içi 5 gündür. Səhər saat 7-dən günorta 4-ə kimidir. Amma yəni oteldəkindən də bəhs edeyim sizə istəyirsən. Qeyd edim ki, oteldə özü səhv xatırlamıramsa 1-2 dənəsi olmalıdır ən azı. Məsəl üçün Sheraton Bakı Turistdə də var. Texniki təmizlikçi işçisinə ehtiyac var. Amma bu gecə növbəsi üstündür, yoldaşlar. Belə bir variantlar da var. Bu işlərə və yaxud da digər işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Ləzivalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz, yoldaşlar. Əhmədlidə xadimə işi var, yoldaşlar. Amma xadimə işi elə cəmi olan elə bir dənə bundan ibarət deyil və o da elə ancaq Əhmədlidə deyil və yaxud da heç Əhmədlidə olan iş elə ancaq bir dənə bu deyil və bu da xadimə işi deyil. Başqa xadimə işləri də var, amma mən sizə sadəcə ikisindən bəhs etmək istəyirəm. Amma bu demək deyil ki, elə cəmi olan xadimə işi budur. Və bunun biri Əhmədlidədir, digəri isə başqa yerdə olmalıdır. İlk öncə gəlin Əhmədlidəki xadimə işindən bəhs edeyim mən sizə. Bu mağazalar şəbəkəsindədir, yoldaşlar. Forty Kids mağazalar şəbəkəsindədir. Xanımlar üçün olan bir işdir, yoldaşlar bu. Yəni təcrübəniz olmasa da bu sahədə siz bu işə müraciət edə bilərsiniz. Yəni digər xadimə işlərindən fərqli olaraq təcrübə birmənalı olaraq tələb olunmur, vacib deyil. Xadimə işi 300 manatlıq da var, bəli, 300 manatlıq da var. İndi bunun iş saatları necədir, iş qrafiki necədir, həftədə neçə dəfədir, bu hissəsini artıq özünüz müraciət edib danışa bilərsiniz. Bu hədiyyələr mağazasındadır, yoldaşlar. 28 mayda olmalıdır bu. Bura hətta 60 yaşa qədər şəxslər də müraciət edə bilər. 35-60 yaş. Digər xadimə işləri də var. Onlarla da tanışma olmaq istəyirsinizsə, çayçı vakansiyalar var və yaxud da fərqli vakansiyalar da var. Həmin işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu və digər işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Ləzivalı kanala. Kanala daxil olsanız, diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Usta işi var, usta işi var. Mən amma sizə burada başqa usta işindən bəhs etmək istəyirəm. Məişət məhsulları üzrə, kiçik məişət məhsulları üzrə bəhs etmək istəyirəm. Amma qeyd edeyim ki, bundan bəhs etmədən öncə, Qarabağda da var usta işi, hörgü ustası, qaynaqçı olmalıdır. Sonra başqa bənzəri usta işi də olmalıdır orada. Təxminən 1300-1500 manat civarında olmalıdır. Məşhur bir şirkətdə olmalıdır. Bundan amma başqa usta işlər də var, yəni Bakı daxili və yaxud da yəni rayonlar olmayan variantı da mümkündür, yoldaşlar. Amma mən sizə bu videonun adında qeyd olunduğu kimi usta işindən bəhs etmək istəyirəm. Hansı usta işindən? Kiçik məişət məhsulları üzrə olan işdən bəhs etmək istəyirəm. Bu kiçik məişət texnikasının təmiri üzrə bir il iş təcrübəsi olan şəxslər üçündür. Elektron plata, daha doğrusu elektronik plata və sistemindən anlayışı olanlar üçündür bu. Əmək 1000 manatdır, üstəgəl bonusu da var. Belə bir işdir, yoldaşlar, Konto.com-dadır. Bu işə də müraciət edə bilərsiniz onlayn şəkildə CV-nizi yollamaqla.
Bu işə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapma səsini çəkirsiniz, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəbalı kanala. Kanala daxil olduqdan sonra diqqət etsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Dayə işi var yoldaşlar. Mən sizə dayə işlərindən bəhs etmək istəyirəm. Bir neçə variantdan bəhs etmək istəyirəm. Təxminən 1000 manat civarında olan dayə işi də var. Gəlin ondan bəhs edeyim ilk öncə. Həmçinin restoranda olan variantı da var. Gəlin ilk öncə bu 1000 manatlıq olan variantdan bəhs edeyim. Bu deməli Şağandadır, Buzovnadadır. Yatılı dayə axtarır. 2 yaşında oğlan, 2 aylıq oğlan və 3 yaşında qız üçün lazımdır. Rus dilini bilməlisiniz, 28-38 yaş olmalısınız. Bu bir variantdır yoldaşlar. Sonra dayə işi 800 manatlıq variantı da var. Bu 800 manatlıq variant sizə nə tələb edir? 9-cu makro rayonunda olmalıdır. Bu 40-45 yaşlı bir şəxs olmalısınız. Bu da yatılı dayə axtarılır yoldaşlar. 3 yaşında uşağa baxacaqsınız. Bundan əvvəl Mado restoranlar şəbəkəsində də dayə vakansiyası var yoldaşlar. Öçüddə də olmalıdır. Deməli bu Madoda olan dayə işidirsə 450-500 manatlıq bir işdir. Burada yoldaşlar bir illik iş təcrübəniz olmalıdır bu sahədə. Günorta 2-dən 11-ə qədər də var. Günorta 1-dən axşam 10-a kimi də var. Restoranda oyun zalında uşaqlara nəzarət edirsiniz. Belə bir variantlı bir işdir. Dayə işi 600 manatlıq variantı olmalıdır. Bu isə Nərimanov rayonundadır. 40 yaşa qədər olan təcrübəli bir dayə axtarırlar yoldaşlar. Uşaqlarla inkişaf etdirici oyunlar oynamalısınız, şən adam olmalısınız. Belə bir vakansiyadır. 5 günlük işdir. 11-dən səhər saat 11-dən axşam 7-yə kimidir yoldaşlar. Uşaqların yeməyini də pişirməyiniz lazımdır, lazım olduğu halda. Sonra 500 manatlıq Ramana Savxozda da dayə işi var yoldaşlar. Belə bir variantı da var. Sonra 350 manatlıq variantı da var dayənin. 400 manat 350, daha doğrusu 400 manatlıq artıq yoxdur yoldaşlar. Bir dəqiqə görüm. 450 manatlıq variantı var. Yeni Yasamalda yoldaşlar. Səhər saat 8-in yarısından axşam 8-in yarısına qədər 12 saat işlədirlər sizi yoldaşlar. Oğlan uşağı da 1 yaş 2 aylıq. Bu işlərə müraciət etməkdə dəstək istəyirsə, digər dayə işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapma səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəbalı kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Xırdalanda iş var yoldaşlar. Xırdalanda iş var. Nə işidir bu? Kassa üzrə kişi mütəxəssis işidir yoldaşlar. Ali təhsiliniz varsa, kassa sahəsində ən azı 1 illik iş təcrübəniz varsa, Azərbaycan dilində sərbəst danışıq bacarığınız varsa, intensiv rejimdə işləmə bacarığınız varsa, ünsiyyət qurmaq bacarığınız varsa, bu işə müraciət etməyi düşünə bilərsiniz. Xırdalanda olan digər işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsə, bir sözlə iş tapma səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəbalı kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Təcrübə toplamaqlıq işlər də var yoldaşlar. Mən sizə əgər gəncsinizsə təcrübə toplamağınız üçün fürsət olan, əmək haqqısı zəif olsa da belə, amma sırf təcrübə toplamaq istəyirsinizsə ki, daha yüksək əmək haqqılı işlərə müraciət edəsiniz. O tipli işlərdən də bəhs etmək istəyirəm. Və qeyd edirəm ki, həmin tipli işlər çox da şərt qoymur sizin qarşınıza, çox da ciddi meyarlar olmur. Misal üçün, gəlin ən zəifindən birindən bəhs edeyim. Misal üçün, kompüter operatoru işi var yoldaşlar. Xanımlar üçündür bu, misal üçün. Kompüter ofis proqramlarında sərbəst istifadə etmək bacarığınız varsa, 20-30 yaşlı şəxsinizsə, 500 manatlıq Nərimanovda belə bir iş var. Bundan əlavə yoldaşlar, Norm şirkətində də var təcrübəçi işi. Misal üçün, Norm sement zavodunda təcrübə proqramı elan edibdir. Həmin yerdə də var, həmin yerə də müraciət edə bilərsiniz. Bundan əvvəl oteldə resepsiyon işi var. Buna bənzər 2 dənə variant var, qeyd edeyim bu arada. Yəni, bu tipli variantda iş 2 dənə variantdadır.
İkisi də təxmini olaraq 18-25 yaş tələb və rus və ingilis dillərindən hər ikisində danışıq səviyyəsində bilmənizi tələb edir yoldaşlar. Bilirsinizsə bu işlərə müraciət edə bilərsiniz. Bundan əlavə bir təxminən 4 dənə də yoldaşlar insan resursları sahəsində təcrübəçi işi var. Onlardan biri misal üçün part-time'dır, yəni yarım ştatdır. O estetik labda olmalıdır yoldaşlar. 350 manat da pul verir. Çünki səhər saat 9-dan günorta 2-yə qədər, bir də günorta 2-dən axşam 6-ya kimi olan bir işdir. Yəni 4 saatlıq bir işdir. 19-25 yaşlı xanım olmalısınız və ofis proqramlarını bilməlisiniz. Bundan əlavə harda var? ABV-də var. İnsan resursları sahəsində təcrübəçi işi. Ofis proqramlarını bilirsinizsə, ingilis dili biliyiniz varsa müraciət edə bilərsiniz. Heç olmasa orta səviyyədə varsa. Sonra Azərbaycan Holdingdə də var insan resursları sahəsində. Ali təhsillisinizsə müraciət edə bilərsiniz. Bir də yoldaşlar başqa şirkətdə də olmalıdır. Bəli, Aras supermarketində də var. Ali təhsillisinizsə, insan resursları metrikləri ilə bağlı nəzəri bilikləriniz varsa müraciət edə bilərsiniz. Bu o demək deyil ki, yoldaşlar, təcrübə toplamaqlıq işlər elə ancaq bunlardan ibarətdir. Mən sizə ən yenilərini bildirdim də, belə deyim də, ən yenilərini bildirdim. Amma yəni siz son bir həftədə olan digər təcrübə toplamaqlıq variantlarla da tanış ola bilərsiniz. Amma mən onların hamısını tanış eləmədim sizi. Yəni o ehtimal da var. Ona görə də yəni düşünməyin ki, elə işlərin əksəriyyəti elə insan resurslarındadır və ancaq elə bu 2-3 dənə sahədədir. Yəni elə ancaq cəmi 7-8 dənədir. Xeyr, onlarla bağlı mən mütəmadi olaraq WhatsApp kanalda paylaşımlar olur, orada da tanış ola bilərsiniz. Yəni bu tipli işlər çox olur. Əsas şərtlər nə olur yoldaşlar? Mənə söhbət orta səviyyəli işlərdən gedir də. Orta səviyyədə bilikli bacarıqlarınız olsun. Bəzən elə olur ki, məsələn, rus dili bilməniz kifayət edir və yaxud da ingilis dili bilməniz kifayət edir. Və yaxud da ofis proqramları bilməniz kifayət edir. Yəni bu tipli işlər olur ki, o tipli işlərə müraciət edib təcrübə toplaya bilərsiniz ki, gələcək zamanda üçün daha yüksək məhdudlu işlərə müraciət edəndə və onlar da sizdən iş təcrübəsi tələb edəndə sizin əlinizdə fakt olsun ki, sizin iş təcrübəniz var. Bu işlərə də az öncə sadalanan işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əcvallı kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Ağdaşda iş var yoldaşlar, Ağdaşda iş var. Deməli, bu gənclərə sərf eləyə bilər. Kim ki 20-35 yaşlıdır və 400 manat əmək haqqı və üstə gəldə təkcə əmək haqqı almırsınız da yoldaşlar. Satışdan bonuslarınız olur. Kim ki belə formal iş sisteminə maraqlıdırsa, bildirim ki, belə bir iş var. Minor Electronics'də Ağdaş filialı üçün satış nümayəndəsi işçisinə ehtiyac var yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızda sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yada bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əcvallı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Köməkçi müəllim işi var yoldaşlar. Köməkçi müəllim işi var. Gəlin bu işdən bəhs edim sizə. 21-ci əsr beynəlxalq təhsil və innovasiya mərkəzindədir bu iş. Yəni bu tipli işlər ümumiyyətlə kifayət qədər olur. Səhv xatırlamamsa, misal üçün Landau School'da da misal üçün müəllim assistent işi olmalıdır. Səhv xatırlamamsa da orada rus dili tələbi var. Nəysə, amma bugünkü mövzumuza gəldikdə, mövzumuz nədən ibarətdir? Bu vakansiya üzrə yoldaşlar sizdən tələb olunur ki, ibtidai sinif müəllimliyi və məktəbə qədər təhsil ixtisası üzrə bakalavr dərəcəniz olsun. Varsa gəlib bu özəlliyiniz, yüksək səviyyədə Azərbaycan dilini bilirsinizsə, ofis proqramlarına və müasir təlim texnologiyalarına, kompüter biliklərinə sahibsinizsə, effektiv təlim strategiyalarınız varsa, şagird mərkəzli müasir pedaqoji yanaşmalar haqqında bilikləriniz varsa, bu işə müraciət edə bilərsiniz yoldaşlar. Həftədə 36 saat olan bir iş sisteminə malikdir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər sahələrindəki işlərlə tanış olmaq istəyirsə və yaxud da bənzər sahələrdə bir sözlə iş tapmanızla bağlı
çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət edərsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qarabağda iş var yoldaşlar. Qarabağdakı vakansiyalardan bəhs etmək istəyirəm sizə, özətini vermək istəyirəm. Ən son vakansiyalardan bəhs etmək istəyirəm sizə yoldaşlar. Deməli, kifayət qədəri var, ona görə mən sizə qısa olaraq özətlərini verəcəm. Deməli, fərqli sahələr üzrə var yoldaşlar. Ustasından tutmuş yüksək səviyyəli işlərə qədər. Ustasının ambardar sahəsində kifayət qədər çox var yoldaşlar. Ambardar köməkçisi var Bərdədə. Sonra Şuşada da ambardar köməkçisi işi var, 1000 manat civarında. Sonra ambardar Kəlbəcərdə də var, Xocalıda da olmalıdır. Sonra Tərtərdə xəstə baxıcı işi var 600 manatlıq. Sonra ekskavator operatoru işi var 1300 manat civarında olmalıdır səhv hatırlamıramsa. Sonra sürücü işi Bekolader variantında da var. Bundan əlavə yoldaşlar usta işi də var Qarabağda. Misal üçün qaynaqçı işi var, sonra hörgü ustası işi var. Ondan sonra qəlibçi işi var. 1350 manatlıq bir işdir, Laçın rayonundadır. Bundan əlavə Qarabağda operator işi var, xilas edici işi var, masajçı işi var, çilingər işi var, mühəndis işi var. Xocalıdakı ambar fəhləsi işi yoldaşlar 800 manatlıq bir işdir. Sonra təvəbdə iş var Bərdədə maliyyə şöbəsinin müdürü. Sonra Laçında kommunikasiya və PR üzrə böyük məsləhətçiyə ehtiyac var. Rabitə bankda iş var Xankəndində xəzinədar olaraq. Xankəndində həm də xadimə işi var bankda. Sonra nəqliyyat dispetçeri iş var Qarabağda, mexanik işi var, elektrik işi var Ağdamda, mühəndis elektrik, mühafizəçi işi də var Qarabağda. Xankəndə marketdə satıcı işi də var 18-55 yaşlı uşaqlar üçün 600 manatlıq. 25-55 yaşlı uşaqlar üçün 784 manatlıq sürücü işi də var. Çörək ustası işi var Xankəndində 670 manatlıq 25-55 yaşlı uşaqlar üçün. Bərdədə 500.000 manat aralığında koordinator işi də var. Sonra keyfiyyətə nəzarət üzrə mütəxəssis işi var Ağdamda. Bundan əvvəl planlama mühəndisi işi var. Təsərrüfatçı, ofisant, təmirçi tipli işlər də var Xankəndində. Bundan əvvəl Xankəndində təmizlik bölməsinin rəhbəri, kitabxanaçı, keyfiyyətə nəzarət üzrə mütəxəssis işi, pediatr. Sonra sığorta və korporativ xidmətlər üzrə mütəxəssis və həmçinin şöbə müdürü variantı da var. Bundan əvvəl ofisant işi var, rus dili bilirsinizsə əgər Xankəndində. Sonra müştəri xidmətində şöbəsində işi var Xankəndində. Kran operatoru işi var 1500 manatlıq Qubadlıda. Ağcabədidə misal üçün Kontoxomda satış məsləhətçisi işi var. Mühəndis işi də var 1500 manatlıq Qubadlıda 65 yaşa qədər götürə bilirlər. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə, digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmacılığı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Rayonda olan işlər də var yoldaşlar. Bir neçə rayonda olan işlərdən bəhs etmək istəyirəm. Yəni, rayonda olan işlərin özətini vermək istəyirəm sizə. Gənclər üçün də olan da var. Məsələn, satış məsləhətçi işi var Oğuzda yoldaşlar Kontoxomda. Kasser işi var Kontoxomda, Gəncədə. Nəzarətçi işi var Balakəndə. Satış məsləhətçi işi var İmişlidə Kontoxomda. Gəncədə kreditlərin monitörlüyü üzrə mütəxəssis işi var Yellowbankda. Mağaza rəhbərinin müavini işi var Kürdəmirdə. Naxçıvanda satış məsləhətçi işi var. Salyanda da var satış məsləhətçisi. Gəncə filialında müştəri təmsilçisi işi var Xalqbankda. Sonra Qarabağ bölgəsinə aid olan işlər bu siyahıda deyil yoldaşlar. Qarabağ iqtisadi və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid olan işlər burada bu siyahıda deyil. Bununla bağlı kanala daxil olub tanış ola bilərsiniz. Bundan əlavə yoldaşlar, mən sizə bəhs etmək istəyirəm, texniki dəstək üzrə mütəxəssisi də var Cənub bölgəsi üzrə. Xacıqabul, Şirvan, Səbrabad, Saatlı, Səlyan, Neftçala, Biləsuvar, Cəlləbad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik üzrə. Əgər ki, ofis proqramlarını bilirsinizsə, ondan sonra Windows və Android əməliyyat sistemləri barəsində bilikləriniz varsa, avtomobil və sürücülük vəsiqəniz varsa, servis deskili işlətim təcrübəniz varsa, 5 günlük iş həftəsinə malik olan belə bir iş də var. Buna və gəncsinizsə sizə sərf edə bilər. Çünki təcrübə toplamalıq bir işdir və 3 aylıq bir işdir. Həftədə 5 iş gündür, yarım iş günüdür, yəni 8 saatdan azdır və əməkçisi də 200 manatdır. Belə bir iş var. Ali təhsilli olun, B kateqoriyalı sürücülük vəsiqəniz olsun. Leasing sahəsində bir işdir yoldaşlar, orada təcrübə toplaya bilərsiniz. Hardadır bəs bu? Bu Şəmkir filialında da var, Saray filialında, Bərdə, Cəlləbad, Gəncə, İmişli, Quba, Xaçmaz, Qusar, Səlyan, Şəki, Ucar, Göyçəl filiallarında var.
Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da rayonlarda olan digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Təcrübəniz yoxdursa, yoldaşlar, təcrübəniz yoxdursa, amma bir işə yiyələnmək istəyirsinizsə, bir sahə üzrə peşəkarlaşmaq istəyirsinizsə, misal üçün sığorta agenti ola bilərsiniz. O sahə üzrə sığorta agentlərinin hazırlanması proqramı işi var, yoldaşlar. Qala Sığorta Açıq Səhmdar Cəmiyyətində. Yəni, dinamik şəxssinizsə, məqsəd yönlüsünüzsə, öyrənməyə açıqsınızsa, maliyyə, iqtisadiyyat və ya biznes sahəsinə maraqlı olan bir şəxsinizsə, müştərilər ünsiyyətdən zövq alan şəxsinizsə, komanda roluna maliksinizsə, bu işə müraciət edə bilərsiniz. Buna bənzər başqa şirkətlərdə də olur, yoldaşlar. Həm bu işə, həm digər işlərlə tanış olmaq istəyirsə və yaxud da bənzər olmayan fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. 18-25 yaşlı iş var, yoldaşlar. 18-25 yaşlı iş var. Nə işidir? Ambardar köməkçisi işidir, yoldaşlar. İş təcrübəsi də tələb eləmir, təhsil də tələb eləmir. O cəhətdən rahat olun. Bəlkə də özünüzü doğrultsanız, gələcəkdə elə ambardarın özü oldunuz və yaxud da logistika sahəsində daha da marağınız olduğu sahədə karyeranızı qurdunuz. Ona görə də əgər elə bir marağınız varsa, bundan misal üçün fürsət olaraq istifadə etmək olar. Əmək haqqısı 500 manatdır, amma bundan əlavə bonuslar da var, yoldaşlar, bu işin. 6 günlük iş həftəsinə malikdir, öz şirkətindədir. Bu işə də CV-nizi göndərə bilərsiniz, yoldaşlar, onlayn şəkildə. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduğundan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Masazırda iş var, yoldaşlar. Masazırda olan bir-iki işdən bəhs etmək istəyirəm. Onlardan biri yük maşın sürücüsü işidir, yoldaşlar. 700 manat verir. 30-50 yaşlı şəxsinizsə, BS kateqoriyanız varsa, 2 illik yük avtomobil sürücülük təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz və masazıra yaxın qalırsınızsa gəl. Sonra fəhlə işi də var, yoldaşlar. Bu da 700 manat verir. 21-45 yaşlı şəxslər tələb edirlər, yoldaşlar. 20-30 az da olar. Əgər yaşayış yeriniz masazıra yaxındırsa, bu işə müraciət edə bilərsiniz. Fəhlə işidir, yoldaşlar. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olundan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Mühəndis işi var. Bu mühəndis işi 40-60 yaşlı şəxslər üçündür. Ali təhsil tələb eləyir. İnşaat mühəndisliyi ixtisası üzrə. Ofis proqramları, AutoCAD, ArchiCAD proqramları əla səviyyədə bilməyə tələb eləyir. Bilirsiniz, belə bir iş var, yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər mühəndis sferasına aid olan işlərlə tanış olmaq istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanıza səhvini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Toğrul kanala. Kanala daxil olundan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. İnsan resursları üzrə təcrübəçi işi var, yoldaşlar. İnsan resursları üzrə təcrübəçi işi var. Kimsə bu sahədə karyera qurmaq istəyirsə, bildim ki, elə son 24 saatda təxminən, elə son 3 dənə o sahə üzrə təcrübəçi işi var. O sahədə karyera qurmaq istəyirlər üzrə. Biri, misal üçün, Aras supermarketdədir, yoldaşlar. Ali təhsil tələb edir. İnsan resursları metriklərlə bağlı nəzəri bilikləriniz olmalıdır. Bu bir variantdır. İkinci bir variant da var. Orada qeyd edim ki, part-time'dır, HR assistentidir. 350 manat verir. Belə bir variantı da var. 19-25 yaşlı xanımlar üçündür. Ofis proqramlarını bilməlisiniz. Üçüncü variant isə bu Azərsundadır. Ali təhsilli olmalısınız. Əmək qanunvericiliyini bilməlisiniz, yoldaşlar. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər
insan resursları üzrə olan təcrübəçi və yaxud da mütəxəssis işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanıza çətinlik çəkirsinizsə və yaxud da fərqli sahələrdəki işlərlə tanış olmaq istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul oldu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bölgə müdiri işi var yoldaşlar. Bölgə müdiri işi təxminən 2500-3000 manat qazana biləcəyiniz bir işdir. Əmək haqqı və bonuslarla bərabər ortalama olaraq 500 günlük rejimə malikdir. Kimlər üçündür bu yoldaşlar? Əgər ki, satış bölgə müdiri işidir, qeyd edim ki, Qazaxdadır. Müvafiq sahədə 5 illik iş təcrübəniz varsa, qida sahəsində bölgə müdiri kimi iş təcrübəniz varsa, şəxsi avtomobiliniz varsa, satış etmə, idarə etmə və liderlik bacarıqlarınız varsa, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə çətinlik çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yoldaşlar, rayonda sürücü iş var. Sürücü işlərindən bəhs etmək istəyirəm, rayonda olan variantlarından. Misal üçün, gəlin ilk öncə Qarabağda olandan bir-iki dənə misal verim mən sizə. Əslində 3 dənə olmalıdır. Biri Bekolu ədər işidir yoldaşlar. Cəbrayıl rayonundadır. 1584 manat maaş verir. Orta təhsiliniz varsa müraciət edə bilərsiniz buna. Sürücü Bekolu ədər işi. Bundan əlavə ekskavator operatoru işi də var yoldaşlar. Bu da Cəbrayıl rayonundadır. Bu da 1355 manat verir. Bundan əlavə yoldaşlar sürücü işi var D kateqoriya üzrə. Daşkəsən, Göygöl, Qarabağ bölgəsi üzrədir. 750 manatlıq bir işdir. Az 2 illik iş təcrübəniz olmalıdır. Bundan əlavə şəxsi avtomobiliniz varsa yoldaşlar və bölgə müdiri olaraq vəzifəniz olubdursa, yəni işləmisinizsə, təxminən 3000 manat qazana biləcəyiniz bir iş də var. 5 günlük iş rejiminə malikdir. Satış bölgə müdiri işidir. Şəxsi avtomobiliniz varsa, bölgə müdiri kimi iş təcrübəniz varsa, qida sahəsində iş təcrübəniz varsa və müvafiq sahədə 5 illik iş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Digər bu tipli işlərlə də tanış olmaq istəyirsə və yaxud da bənzəri olmayan fərqli işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qarabağda iş var yoldaşlar, Qarabağda iş var. Qarabağda misal üçün Xocalıda iş var. Anbar fəhləsi 800 manatlıq. Sonra Qarabağ zonasında Bərdədə təbibdə iş var, maliyyə şöbəsinin müdiri. Sonra Laçında iş var, kommunikasiya və PR üzrə böyük məsləhətçi işi. Sonra Xankəndində misal üçün xəzinədar işi var bankda. Xankəndində misal üçün bankda həmçinin xadimə işi var. Sonra Qarabağ bölgəsində nəqliyyat dispetçeri işi var, mexanik işi var. Sonra mühəndis elektrik işi var Ağdamda, mühafizəçi işi var yoldaşlar. Sonra Xankəndində marketdə satçı işi var, 18-55 yaşlı şəxslər üçün 600 manatlıq. Xankəndində 25-55 yaşlı şəxslər üçün sürücü işi var, 784 manatlıq bir işdir. Sonra çörək ustası işi var Xankəndində 670 manatlıq 25-55 yaşlı şəxslər üçün. Sonra Bərdədə 500.000 manat aralığında koordinator işi var. Bundan əvvəl keyfiyyəti nəzarət üzrə işçiyə ehtiyac var Ağdamda. Sonra planlama mühəndisi işi var Füzulidə. Sonra təsərrüfatçı, ofisiant, təmirçi işi var Xankəndi mehmanxanalar kompleksində. Sonra Xankəndinin təmizlik bölməsinin müdiri işi var Qarabağ Universitetində. Həmin yerdə kitabxanası işi də var. Keyfiyyətə nəzarət üzrə mütəxəssis işi də var. Sonra pediatr işi də var Qarabağ Universiteti klinikasında. Sonra Xankəndində sığorta və korporativ xidmətlər üzrə mütəxəssis işi var həmin yerdə. Həmçinin şöbə müdiri variantı da var həmin işin. Sonra ofisiant işi var, amma rus dilini bilirsinizsə əgər. Bundan əlavə müştəri xidməti şöbəsi işi də var Xankəndində kredit üzrə. Müştəri xidmətləri və kassir üzrə. Kran operatoru işi var 1500 manatlıq Qubadlıda yoldaşlar. Sonra Ağcabədidə satış məsləhətçi işi var Kontoxonda. Sonra mühəndis işi var Qubadlıda 65 yaşa qədər 1500 manatlıq. Qarabağda olan işlərin özəti belə deyim bunlar idi, amma digər variantları da ola bilir.
Bu işlərlə müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə əlavə digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmaqda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əzizov kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Oteldə reception işi var yoldaşlar. Oteldə reception işi var. Gəlin bu reception işindən sizə bəhs edeyim. Bu deməli Newport otelindədir. Sabah rayonundadır. 500 manatlıq bir işdir. Kişilər üçündür. Təcrübə lazım deyil yoldaşlar. Vacib deyil. Rus və ingilis dillərindən hər ikisini bilirsinizsə danışıq səviyyəsində bu işə müraciət edə bilərsiniz. 18-25 yaşlı şəxslər üçündür bu. Bir də White Bridge-də var yoldaşlar. Bu da 500 manatlıqdır. Rus dilini bilirsinizsə, ingilis dilini bilirsinizsə danışıq səviyyəsində bu işə müraciət edə bilərsiniz. Reception işi başqa yerlərdə də olan işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olaraq Toğrul Əzizov kanala. Kanala daxil olaraq oradan əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gülçü işi var yoldaşlar, gülçü işi var. Bu gülçü işindən bəhs etmək istəyirəm mən sizə. Deməli, burada təxminən 800-2000 manat aralığında qazana bilərsiniz. Kimlər üçündür yoldaşlar? Kimlər müraciət edə bilər? Kimlərə daha doğrusu üstünlük verilə bilir? Hansı bacarıqları olanlara? Misal üçün, düzdür, vacib deyil yəni bu bacarıqlarınız olsun, amma yəni bu bacarıqları olanlara müraciət etmək daha, belə deyim, müraciət etsə daha rəqabətçili ola bilirlər. Foto və video üçün vizual tərtibat bacarığı olanlar, sosial media üçün kompozisiya və vitrin bəzəyi təcrübəsi olanlara müraciət edə bilər. Belə bir işdir bu tipdədir, daha doğrusu bu qitdədir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, CV-nizi yollayamalısınız. 1-2 illik iş təcrübəniz olmalıdır Florist kimi. Yoldaşlar, bundan əlavə güllərin növlərini, saxlama və qulluq qaydalarını yaxşı tanımalısınız. Müxtəlif buket, kompozisiya və dekor üslublarında işləmə bacarığınız olmalıdır. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlü iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsə kanala daxil olun, Toğrul Əzizov kanala. Kanala daxil olduqdan sonra diqqət edəsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Mərdəkanda iş var yoldaşlar. Mərdəkanda iş var. Gəlin o işdən bəhs edeyim sizə. Asan işdir yoldaşlar. Həm xanımlar, həm bəylər üçündür bu iş. Yəni hər iki cinsin nümayəndələri müraciət edə bilər bu vakansiyaya. Əsas məsələ orta təhsilli bir şəxs olun, yaradıcı olun, zamanı idarə edə bilin, məsuliyyətli olun yoldaşlar. Boğça labdadır, 650 manatlıq bir işdir. Belə bir işdir, qənnatçı köməkçisi işidir yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da Mərdəkandakı digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, Toğrul Əzizov kanala daxil olduqdan sonra profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Maşın satıcısı işi var. Bu maşın satıcısı işi hardadır? Avtomobil satıcısı işidir. 10 volt şirkətindədir yoldaşlar bu. Burada təxminən 1200-2000 manat qazana bilərsiniz yoldaşlar. Ali təhsillisinizsə, makro və mikro iqtisadiyyat barədə əsas anlayışları bilirsinizsə, ofis proqramlarında sərbəst işləmə bacarığınız varsa, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizov kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gəncədə iş var yoldaşlar. Gəncədəki işlərdən də bəhs etmək istəyirəm mən sizə. Məsələn, Arazda Rozmanda işləmək istəyəniniz var yoldaşlar. Məsələn, Gəncə molda elə bir vakansiya olmalıdır. Ora müraciət edə bilərsiniz. Özdə bir neçə variantı var həmin şirkətin. Yəni, əvvəllər deyəsən bağlanıbdır Rozman orada. Yenidən açılıbdır və yaxud da növbəti filialdır. Mağaza müdürü variantı var yoldaşlar. Mağaza müdürünün müavini işi var, satış məsləhətçisi işi var. Bundan əlavə Gəncədə yoldaşlar həmçinin
Başqa işlər də var. Məsəl üçün xəzinədar işi var yoldaşlar. Sonra Gəncədə qablaşdırma işi də var. Amma ilk öncə gəlin rus dilini bilənlər üçündür bu xəzinədar işi. Xəbəriniz olsun. O işdən bəhs etmək istəyirəm yoldaşlar. Bu həm bəylər, həm xanımlar üçündür. 530 manatlıq bir işdir. Günorta 3-ün yarısından axşam 12-nin yarısına qədərdir yoldaşlar. 530 manatda pul verirlər. Bir ilə kimi də iş təcrübəniz varsa, orta təhsillisinizsə bu işə müraciət edə bilərsiniz. Bundan əvvəl Gəncədəki qablaşdırma işindən də bəhs etmək istəyirəm. Bu 600 manatlıq bir qablaşdırma işidir yoldaşlar. Gəncə şəhərindədir, Quşqarada kəndindədir, meyvə şirəsi zavodundadır. 500-700 manat aralığında qazanc əldə edə bilirsiniz. 18 yaşdan 40 yaşına qədər olan şəxslər üçündür yoldaşlar. İş saatı səhər saat 9-dan 6-ya kimidir. İşə və işdən evə nəqliyyat da var yoldaşlar, yəni rahat olun cəhətdən. Bundan əlavə Gəncədə banklarda da iş var, Unibankda iş var yoldaşlar. Bank Respublikada da var. Sonra Yelobankda da var, Xalq Bankda da var. Bir də Gəncədə yoldaşlar təcrübə proqramı da var. Kimsə leasing şirkətində təcrübə toplamaq istəyirsə, bu fürsətdən istifadə edə bilər. Bu adətən gənclərə sərf eləyə bilər. Çünki əməqsiz zəif olur, 200 manat olur. Çünki təcrübə proqramıdır. Həmçinin də yoldaşlar, təkcə ona görə yox əməqsiz zəif. Həmçinin yarım iş günüdür. Yəni 8 saat işləmirsiniz, həftənin 5 günüdür və yarım iş günüdür. Yəni yəqin ki 4 saatlıq, 5 saatlıq bir iş olacaq. 3 aylıq bir işdir. Bundan əvvəl yəqin ki ola bilsin özünüzü doğrularsınızsa, bəlkə də işə götürərlər sizi, belə deyim, mütəxəssis olaraq. Və yaxud da təcrübə toplamış olarsınız, digər şirkətlərdə müraciət edə bilərsiniz. Ümumiyyətlə rayonlarda, təkcə Gəncədə deyil, kredit işçilərinə ehtiyac demək olar hər zaman ola bilir. Ali təhsilli olmalısınız amma bu vakansiyaya müraciət etməniz üçün B kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır yoldaşlar. Varsa bu özəllikləriniz bu işə müraciət edə bilərsiniz. Gəncədəki digər işlərlə də tanış olmaq istəyirsinizsə, və yaxud da ki bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Ləzzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bankda sürücü işi var yoldaşlar. Bankda sürücü işi var. Amma yəni mən bu videoda sizə Allah qoysa cəmi elə bir dənə bankdakı olan sürücü işindən bəhs etməyəcəm. Yəni digər işlərdən də bəhs edəcəm. Narahat olmayın. Amma ilk öncə bankdakı sürücü işindən bəhs edeyim. Deməli bu bankdakı sürücü işi inkasator işidir yoldaşlar. Sürücü inkasator işidir. Yapı Kredi Bankındadır. Deməli nə tələb eləyirlər yoldaşlar sizdən? Sizdən tələb eləyirlər ki, BS kateqoriyanız olsun, heç olmasa orta təhsiliniz olsun, həqiqi hərbi xidmətə başa vurmuş olur. 3 il iş təcrübəniz olsun. Bundan əlavə yoldaşlar Azalda da iş var, sürücü işi var, amma bu bir sıra kateqoriya tələb eləyir. Zabrat hava yollarının, daha doğrusu hava yoluna idi. Zabrat hava limanındadır yoldaşlar. 2 növbəli işdir. Peşə ilə bağlı təhsiliniz olsun, BSDY kateqoriyanız olsun. Bax, belə bir variantı da var. Sonra şəxsi maşınla sürücü işi var yoldaşlar. Təxminən 1600-2500 manat qazana biləcəyiniz bir sürücü işi də var. Gəlin ondan da bəhs edeyim sizə. Deməli, bu iş nə işidir yoldaşlar? Bu 22-35 yaşlı bir şəxsinizsə və telefonunuz bir dənə deyilsə və əgər bir dənədirsə də o da ancaq iPhone-dursa sizlik deyil bu iş. Çünki Android telefon olmalıdır, yəni Samsung olmalıdır, bu tipli telefon olmalıdır. Varsa elə bir telefonunuz, belə bir işdə var. Skuterlərin bateriyalarını təyin olunmuş marşrut üzrə çatdırıb əvəz edirsiniz. Belə bir variant var. Sonra gül dükanında var sürücü işi, təxminən 1000 manatdan yuxarı qazana biləcəyiniz. Bu da sizdən tələb edir şəxsi maşınınız olsun. Rus dilini bilin yoldaşlar. 25-35 yaşlı olun. 1000 manat əmək haqqısıdır. Üstəgəldə hər çatdırılmaya görə faizi var. Digər sürücü işlər də var yoldaşlar təbii ki. Misal üçün 600, 700, 800 manatlıq işlər də var. Yəni onların hamısını sadalayıb sizi yormaq istəmirəm, amma ümumi olaraq belə bildirə bilərəm ki, yük maşını sürücüsü, kon sürücüsü, tur sürücüsü, elektrokar sürücüsü, Qaradağda misal üçün yükləyici avtokar sürücüsü işi var. Sonra Rahat Marketdə var sürücü işi, Qaradağda Meyvəlidə sürücü işi var, Azərbaycanda təxminən 750 manatlıq bir işdir. Sonra operator sürücü işi var. Sonra Agrovest'də misal üçün sürücü işi var. Daha tam olaraq sürücü işi deyil yoldaşlar. Bölgə müdürü işidir. Bölgə müdürü kimi iş təcrübəniz varsa, misal üçün orada siz 3000 manat qazana bilərsiniz. Rayondadır bu iş yoldaşlar. Bundan əlavə sürücü çatdırılma üzrə də var.
800 manatlıq sürücü işləri də var dediyim kimi. Qarabağda da sürücü işi var yoldaşlar. 1500 manat civarında olan ekskavator sürücüsü var. Sonra bekoloder sürücüsü işi var. Sürücü işləri rayonlarda misal üçün Daşkəsəndə, Göygöldə, Qarabağ bölgəsində də var. Avtokar sürücü işləri var və s. Bu tipli sürücü işlərinə də müraciət eləmək istəsə, qeyd edin ki, bu sürücü işləri yoldaşlar son təxminən belə deyim də, son bir həftənin belə deyək, yaxşı. Son bir həftənin ən yeniləridir belə deyim. Amma yəni siz son 10 günün, son 15 günün də sürücü işlərinə baxıb onlardan özünüzə uyğun olanı seçə bilərsiniz. Yəni bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapma səsini çəkirsinizsə və ya digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapma səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Toğrul Əzəvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gəncədə paketləmə işi var. Gəncədə olan digər işlərlə bağlı zaten kanalda paylaşılıbdır yoldaşlar videolar. Mütəmadi olaraq da adətən paylaşılır. Gəncədə qablaşdırıcı işi var. Deməli, bu 18 yaşdan 40 yaşa qədər olan şəxslər üçündür. 500-700 manat aralığında bir işdir. İşə və işdən evə nəqliyyat da var. Həftənin 5 günü üyüdür. Gəncə şəhərindədir. Quşqarada kəndindədir yoldaşlar. Meyvə şirəsi zavodundadır. Belə bir iş var. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da Gəncədəki digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapma səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Toğrul Əzəvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sürücü işi var yoldaşlar, sürücü işi var. Mən sizə bir neçə sürücü işindən bəhs etmək istəyirəm. Qeyd edim ki, onların arasında rayonda olan variantları da var. Yüksək məhqilli olan variantları da var. Şəxsi avtomobili olanlar üçün də var. Şəxsi avtomobili olmayanlar üçün də var. Fərqli kateqoriyalılar üçün də var. Gəlin bəhs edeyim, kifayət qədər çoxlu zəngin çeşiddədir. Deməli, Aqrovestdə var yoldaşlar şəxsi sürücü işi. Daha doğrusu şəxsi avtomobillə olan iş. Bu satış bölgə müdiri işidir yoldaşlar. Qazaxdadır. Müvafiq sahədə 5 illik iş təcrübəniz varsa, qida sahəsində bölgə müdiri kimi iş təcrübəniz varsa, şəxsi avtomobiliniz varsa, Gəncə, Qazax və yaxın ərazilərdə iş təcrübəniz varsa, bu işə müraciət etməyi düşünə bilərsiniz. Təxminən ortalama 2500-3000 manat qazana bilərsiniz. 5 günlük iş rejimine malikdir. Bu bir variantıdır. Əgər təsadüfən aranızda sürücü işləyib də bu sahədə də təcrübəsi olanlar varsa, onlara misal üçün sərf eləyə bilərdi. Amma belə digər sürücü işlər də var, narahat olmayın, onlardan da bəhs eləyəcəm, indi Allah qoysa. Misal üçün, şəxsi avtomobiliniz varsa və 22-35 yaşlı bir şəxsinizsə və telefonunuz ancaq bir dənə deyilsə və o ancaq bir dənə olan da ancaq elə iPhone deyilsə, o zaman başqa telefonunuz da varsa, misal üçün smart telefon, Android telefonunuz, 1600-2500 manatlıq bir iş var yoldaşlar, 6 günlük bir işdir. Belə bir variant da var. Nə iş görürsünüz? Skuterlərin baterikalarını təyin olunmuş marşrut üzrə çatdırıb əvəz edirsiniz. Sonra aranızda sürücü varsa və rus dilində bilirsə, həmin şəxslər üçün 1000 manat əmək haqqısı və üstəgəldə belə deyim də çatdırılmaya görə əlavə faiz olan 25-35 yaşlı şəxslər üçün də iş var. Gül dükanındadır, belə deyim. Gül butikindədir yoldaşlar. Belə bir variant da mümkündür. Sonra sürücü çatdırılma üzrə var, başqa variantı var. 500 manatlıqdır. 20-37 yaşlı şəxslər üçündür. 1 ilə yaxın iş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Amerika səfirliyinə tərəf yaxındır. 28 may metrosuna yaxın bir yerdədir. Digər sürücü işlər də var, narahat olmayın. 800 manatlıq sürücü işi də var, misal üçün qaya nəqliyyatda. Amma bu Y kateqoriyası tələb edir. 25-55 yaşlı olmanızı tələb edir. Bundan əlavə 700 manatlıq sürücü işi də var. Əsaslar, mən hələ sizə rayondakı sürücü işlərindən bəhs etməmişəm, xəbəriniz olsun. O, ən sonunda Allah qoysa bəhs edirəm. Sürücü işi də var yoldaşlar. Asistel şirkətində 700 manatlıq 25-40 yaşlı şəxslər üçündür. BS kateqoriyası tələb edir yoldaşlar.
Binəqədi rayonundadır. 2 illik iş təcrübəsi olmalıdır. Sonra sürücü ekspeditor işi var. 700 manatlıq Nurgündədir. 25-55 yaşlı şəxslər üçündür. Ford Transit sürəcəksiniz. Yəni o üzrə daha dəqiq desək, iş təcrübəniz varsa düşünə bilərsiniz. Ən az 3 illik iş təcrübəniz olmalıdır. Yəni ən az da 25 yaşınız olmalıdır. Sürücü işi 600 manatlıq variantda var, klinikadadır. Amma yəni bu klinikada özünüzü doğrultsanız, sizə etimadları böyüyəcək, çünki başqa işə də keçmək bəlkə də mümkün ola bilər. Çünki həmin klinikada xatırlayıram ki, ailə sürücüsü işləri də ola bilir. Bu 550 manatlıq bir işdir yoldaşlar, 40 saatlıq işdir, həftədə 40 saat olan bir işdir. 30-50 yaşlı şəxslər üçündür. 3 illik iş təcrübəniz olmalıdır, 30-50 yaşlı bir şəxs olun, B kateqoriyanız olsun. Sonra avtokar sürücüsü işi də var yoldaşlar, Kontoxomdan sonra. Sürücü işi başqa şirkətdə də var. Otokod şirkətində də var. Bu nə tələb edir? BD kateqoriyası tələb edir yoldaşlar. Ən azı kollec təhsiliniz olmalıdır. Ofis proqramlarını bilməlisiniz. O xarici şirkət olmalıydı səhv hatırlamamsa. Sonra sürücü işi Masqrupda da var yoldaşlar. Bu nə tələb edir sizdən? Bu da 25-35 yaş tələb edir. Heydərli prospektindədir, Nərimanov rayonundadır. 5 günlük iş qrafikinə malikdir. BC tələb edir, 1 illik iş təcrübəsi tələb edir. Bundan əlavə avtokar sürücü işi başqa şirkətdə də var, Polycycle şirkətində də var. Sonra EcoPress şirkətində də sürücü işi var yoldaşlar. Bu 30-45 yaşlı şəxslər üçündür, bəylər üçündür. Rus dilini səlis bilməlisiniz, orta ixtisasınız olmalıdır, heç olmasa 5 günlük iş rejiminə malikdir, 600 manatlıq işdir. Qeyd edim ki, bu sürücü işdə əri son belə deyim də bir neçə günün ən yeni vakansiyalardır. Yəni bu demək deyil ki, sürücü işləri elə ancaq bunlardan ibarətdir. Başa düşürsünüzmü? Yəni sizə uyğun olmayan varsa, bu həvəsdən düşməyin. Yəni hər an yeni, fərqli, daha yüksək məqqələ və yaxud da sizin şərtlərinizə uyğun olan sürücü vakansiyalar ola bilər. Sürücü işi baxın, rayonda olan variantdan bəhs eləmək istəyirəm. Rayonda olan variantdan bəhs etmək istəyirəm. Rayonda olan variantdan deməli, bunun biri sürücüdür, D kateqoriyası üzrədir. 700-800 manatlıq işdir. Əsasən Daşkəsən, Göygöl, Qarabağ bölgəsi üzrə olan bir iş yeridir. D kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır. 700-800 manatlıq, daha dəqiq desək 750 manatlıq bir işdir. Amma birini deyəsən mən elə ən öndə bəhs etdim yoldaşlar sizə. Baxın, bir dəqiqə. Şəxsi avtomobiliniz varsa, o bölgə müdür işi vardır. Bax, ona müraciət edə bilərsiniz. Əgər ki, müvafiq sahədə 5 illik iş təcrübəniz, bölgə müdürü kimi iş təcrübəniz varsa, baxın, orada misal üçün ən yüksək əmək haqqı qazana bilərsiniz. Ortalama, yəni əmək haqqı ilə bonusların cəmini deyirəm mən sizə, 2500-3000 manat qazana bilərsiniz. Belə bir iş imkanı da var. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər sürücü işlərlə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmalısınızsa, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrulacı var da kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sumqayıtda iş var yoldaşlar. Mən Sumqayıtdakı işlərdən bəhs etmək istəyirəm. Sizə misal üçün şkurqaçı işi var, cəlalayıcı işi var yoldaşlar. Özü part-time'dir, yəni 8 saatdan az ola bilən işdir. Burada səhv xatırlamamsa 600-1200 manat qazana bilirsiniz. Və cins söhbəti də yoxdur. Yəni həm xanımlar, həm bəylər müraciət edə bilər buna. Bəli, doğru xatırlayıram. Maaş aralığı 600-1200 manatdır. Amma yəni bu maaş da nəyə əsasən formalaşır? İşlənən qapıların sayına əsasən hesablanır yoldaşlar. Səhər saat 8-dən 5-ə qədərdir. 23-55 yaşlı şəxslər üçündür. Amma Sumqayıtda olan iş ancaq bundan ibarət deyil. Digər işlərdən də bəhs etmək istəyirəm sizə. Orta texniki təhsil tələb edir. Sonra Sumqayıtda aşpaz köməkçisi işi də var yoldaşlar. Misal üçün, bu da Film Plus-dadır. 500 manatlıq bir işdir. 35-50 yaşlı şəxs olun, 1 illik iş təcrübəniz olsun. Sonra Sumqayıtda tim bacısı işi var yoldaşlar.
Bu nə tələb eləyir? Bu əmək haqqısı 400 manatlıq bir işdir yoldaşlar. Yəni zəif əmək haqqılı bir işdir. Şərtlərinə baxmaq lazımdır. Mən sizə şərtlərindən də bəhs etmək istəyirəm. Bundan əlavə Sumqayıtda misal üçün müfəttiş işi də var. Kiçik mühasib işi var Azərpoçtda. Misal üçün bu Azərpoçtdakı kiçik mühasib işi də şərti az olan işlərdən biridir. Bundan əlavə mağaza assistenti işi var Sumqayıtda Kontoxomda. Sonra hazır məhsul ambardarı işi var Sumqayıtda Prime Cotton şirkətində yoldaşlar. Mən sizə Azərpoçtdakindən bəhs edeyim yoldaşlar, bu kiçik mühasib işindən. Bu tələb edir ali təhsil və mühasibat uçotu və maliyyə hesabatları üzrə ilkin biliklər tələb edir. Varsa belə biliklər, ofis proqramlarında işləmə bacarığınız varsa, maliyyə iqtisadiyyat və ya mühasibatlıq sahəsində təhsiliniz varsa, bu işə müraciət edə bilərsiniz. Gənc mütəxəssislər üçündür bu. Mağaza assistenti işi Kontoxomda var idi, az öncə bildirdim. Hansı ki, ali təhsil tələb edir, inzibati sahədə 1 illik iş təcrübəsi, səlis Azərbaycan və Rus dili biliyi, ofis proqramları tələb edir. 500-600 manatlıq bir işdir yoldaşlar. Və tibb bacısı işinə qayıtdıqda isə yoldaşlar, tibb bacısı işi var, daha öncə demişdim mən sizə, 300-400 manatlıq bir işdir. Hətta 300 manat məsələsi də gündəmdədir. Deməli, bu səhər saat 9-dan 7-yə kimidir. Amma bu sizdən tibb bacısı üzrə orta ixtisas təhsili tələb edir. Yəni, fikir verin də sizin əmək bazarınızın dəyərini necə qiymətləndiriblər. Çox zəif qiymətləndirilmişsiniz, belə deyim. Daha dəqiq desək, zəif əmək haqqı təklif edirsinizə yoldaşlar. Belə variantlı işlər də var. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə, daha doğrusu, bir daha bildirim ki, Sumqayıtda olan işlər elə ancaq bunlardan ibarət deyil, digər işlər də ola bilir. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlıq səhifəsini çəkirsiniz, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Usta işi var yoldaşlar. Mən sizə bir təxminən 3-4 dənə usta vakansiyasından bəhs etmək istəyirəm. Gəlin ilk öncə Qarabağda olan variantından bəhs edeyim. Qarabağda olan usta vakansiyasından bəhs edeyim. Bu qaynaqçı variantı var, hörgü ustası variantı var, qəlibçi olan variantı var. Laçın rayonundadır. 1350 manatlıq bir işdir yoldaşlar. Bundan əlavə usta işi başqa variantlar da var. Lakin mən sizə əlavə olaraq 2 variantdan da bəhs etmək istəyirəm. Misal üçün, Kontoxomda var. Kiçik məişət texnikalarının təmiri üzrədir. Minimum 1 illik iş təcrübəsi tələb edir. Elektronik plata və sistemlərdən anlayış tələb edir sizdən yoldaşlar. 1000 manat əmək haqqıdır, üstəgəldə bonusu da var. Bundan əlavə usta işi təkər təmiri üzrə də var. Burada da 800-1200 manat qazana bilərsiniz. 24-45 yaşlı uşaqlar üçündür. Mehtəbat qəsəbəsindədir. Minik yük tikinti texnikalar işlərinin montajını və təmirini bacarmalısınız. Bacarırsınızsa 10 saatlıq iş rejiminə malik olan bir işdir. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər usta işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmazlıq səhifəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yoldaşlar, Dərnəgüldə iş var. Gəlin Dərnəgüldəki işdən bəhs edim. Qeyd edim ki, çox asan bir işdir. Yəni, ciddi şərtlər yoxdur, təcrübə tələb eləmirlər, təhsil tələb eləmirlər. Kimsə, misal üçün, hətta Yeroxonun yaxınlığında yaşayırsa, onun üçün, belə deyim də, göydən düşmə bir vakansiyadır. Amma bəy olmalısınız, yoldaşlar. Xanımlar üçün olan bir iş deyil bu. Xanımlar üçün olsaydı, lap göydən düşmə xəbər olardı onlar üçün. Çünki köynə üzərinə çapçı işidir, yoldaşlar. Yəni, nə yaşıyorsunuz? Tişört, polo, idman geyimləri üzərində xüsusi yazı və loqotipləri çap edirsiniz. Yəni, asan bir işdir. Yəni, zaten təcrübə də tələb eləmir sizdən. Səhər saat 9-un yarısından 5-ə kimi olan bir işdir. 500 manatlıq bir işdir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlıq səhifəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Rus dili bilənə də iş var, yoldaşlar. Mən sizə bir neçə variantdan bəhs etmək istəyirəm Rus dili bilənlər üçün. Məsələn, çağrı mərkəzində operator işi var Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində.
Hər hansısa bir yerdə iş təcrübəniz varsa ümumi olaraq 1 illik, ali təhsiliniz varsa, orta səviyyədə rus dili biliyiniz varsa, ofis proqramlarını bilirsinizsə, düzgün diksiyanız varsa, gərgin iş rejimində işləmə bacarığınız varsa, Aynaday Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çağrı mərkəzi operatoru işi var. Bundan əlavə yoldaşlar, başqa işlər də var. Buna bənzər başqa işlər var. Misal üçün, telemarketinq mütəxəssisi işi var Leo Bankda. Bu da misal üçün, ali təhsil tələb edir. Rus dilində, misal üçün, bu orta deyil də mükəmməl bilmənizi tələb edir. Yüksək kommunikasiya bacarığı tələb edir. Bu da bənzəri sahədir. Bu tipli işlərdən bir neçəsi olmalıdır, səhv xatırlamamsa. Başqa işlər də var təbii olaraq yoldaşlar. Onlardan da bəhs etmək istəyirəm. Mən sizə qeydiyyatçı işlər də var. Fərqli logistika sahəsində də var. Satıcı işlər də var. Misal üçün, yoldaşlar, məlumat xidmətləri üzrə assistent işi var Paşamolsda. Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığınız varsa, Azərbaycan, ingilis və rus dillərində səlis danışa bilirsinizsə, ofis proqramlarında işləmə bacarığınız varsa, Paşamolsdakı bu işə də müraciət edə bilərsiniz. Sonra hava limanında iş var yoldaşlar. Heydər Əliyev adına beynəlxalq hava limanında iş var. 12 saatlıq bir işdir, 2 növbəlidir, 900 manatlıq bir işdir. Nə işidir? Sərnişinlərə xidmətin təşkili üzrə agent işidir. Xanım olmalısınız. Xidmət sahəsində 1 illik iş təcrübəniz olmalıdır. İngilis və rus dillərini yaxşı səviyyədə bilməlisiniz. Yəni B1, B2 səviyyəsində bilməlisiniz. Bundan əlavə problemli ödənişlər üzrə operator işi var yoldaşlar. Kontaxomdadır bu da. Səlis Azərbaycan və rus dili biliyi tələb edir. Xoş səs tonu tələb edir. Müştərilərlə ünsiyyət qurma bacarığı tələb edir. 400-600 manatlıq bir işdir yoldaşlar. Bundan əlavə Avrasiya Tərcümə Mərkəzində 21-30 yaşlı xanımlar üçün, ali təhsilli olan şəxslər üçün, Azərbaycan və rus dilini bilən, ofis proqramlarında işləmə bacarığı olanlar üçün qeydiyyatçı işi də var yoldaşlar. İş günü 5 günlükdür. Sonra resepsiyon işi oteldə də var, amma bu kişilər üçündür, 18-25 yaşlı kişilər üçündür. Rus və ingilis dillərindən hər ikisini danışıq səviyyəsində bilməlisiniz yoldaşlar. 8 saatlıq iş rejiminə malikdir. Saat günorta 3-dən başlayır iş. Ofis meneceri işi də var Promax şirkətində. Ali təhsiliniz varsa və bu sahədə, ofis meneceri sahəsində belə deyim, 1 illik iş təcrübəniz varsa, rus dilini bilirsinizsə, öz dilimizi də bilirsinizsə, 600 manatlıq belə bir iş imkanı da var. 5 günlük iş rejiminə malikdir. Elmlər Akademiyası metrosu yaxınlığındadır. Bundan əvvəl resepsiyon işi Biolada da var. 400 manatlıqdır. 22-30 yaşlı şəxslər üçündür. Orta təhsiliniz varsa, səlis və aydın nitq qabiliyyətiniz varsa, rus dilini mükəmməl bilərsinizsə, nə gözəl. Çünki həmin şəxslərə üstünlük verirlər. 5 iş günlük rejiminə malikdir. Buna və satıcı kasser işi də var. Əmək haqqısı yoldaşlar 800 manatdır əmək haqqı formatında, amma bundan əlavə əmək haqqıdan əlavə bonuslar da var. Rus dilini sərbəst bilirsinizsə, satış sahəsində heç olmasa 1 illik iş təcrübəniz varsa, satıcı kasser vakansiyası da var. Həm bəylər, həm də xanımlar üçündür yoldaşlar bu iş. Başqa işlər də var. Misal üçün Bakı TV-də qeydiyyatçı işi də var. Platis Sky şirkətində də qeydiyyatçı işi var. Məsələn, Ramp Holdingdə logistika üzrə təcrübəçi işi var ki, rus dili bilənlər üçündür bu vakansiyalar. O işlərdə müraciət edə bilərsiniz. Fərqli başqa işlər də ola bilər yoldaşlar. Mən sizə ən yenilərindən seçib sizin üçün paylaşdım. O işlərlə də tanış olmaq üçün və yaxud da bu işlərə müraciət etmək dəstək istəyirsinizsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanıza dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Maşın yuma işi var. Yoldaşlar, mən sizə avtomobil yuyan işindən 2 variantından bəhs etmək istəyirəm. Avtoyuma işçisinə ehtiyac var Hyper servisdə də 20-35 yaşlı şəxslər üçündür. Avtoyuma sahəsində təcrübəniz varsa bu işə müraciət edə bilərsiniz. Bu bir variantdır. İkincisi isə Kontoxomdadır, amma bu Qaradağdadır və hətta Qaradağda olsa da belə, Sədərəkdə olsa da belə 500-600 manatlıq bir işdir. Yəni az öncəkindən az şərt var, daha doğrusu az əmək haqqısı var. Düzdür, bu misal üçün bildirməyibdir. Yəni iş təcrübəsi tələb eləmir.
digər misal üçün təcrübə tələb eləyir. Belə bir variant da var. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, yəni fəhlə işi də ola bilər. Yəni bu işi görürsünüzsə, suda qalırsınızsa, revmatizma tutmaq, xəstəliyin tutma ehtimalınız yüksək olan bir işdir də, düzdürmü? Amma bunun əvəzinə fəhlə işləri də ola bilir və yaxud da digər yüngül işlər də ola bilir, paketləmə işləri də ola bilir gecə növbəsində. Yox, əgər deyirsinizsə ki, mən biraz da, daha doğrusu sizin əgər başqa biraz da bilikləriniz varsa, misal üçün, kompüterdən başınız çıxırsa, ola bilər də, oxumusunuz, amma bir iş fürsəti ilə qarşılaşa bilməmisiniz və yaxud da yüngülvari dil bilikləriniz varsa, misal üçün, bəzən elə işlər olur ki, misal üçün, çox şey tələb eləmir, amma orta səviyyəli işlər olur. Həmin işlərə də müraciət edə bilərsiniz. Yəni, bu işləri görərək sağlamlığınıza ciddi fəsad törətməmək istəyirsinizsə və paralel olaraq da bəzi kiçik bazarlıqlarınız varsa, keçid bazarlıqlarınız varsa, o işlərə də müraciət edə bilərsiniz. O işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da buradakı işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızı sətrini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əzizoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Oteldə qabyan işi var, yoldaşlar. Oteldə qabyan işi var. Gəlin bu oteldəki qabyan işindən bəhs edeyim sizə. Bu amma gecə növbəsindədir. Amma qeyd edim ki, başqa oteldə də olmalıdır bu iş. Orada yəni ola bilsin, səhv xatırlamıramsa gecə növbəsi olmasın. Elə böyük ehtimalda elə olmalıdır. Deməli, bu amma hal-hazırdakı bu gecə növbəsində olan iş Sheraton Bakı Intourist'dədir. Belə bir variantdır. Amma qabyan işi təkcə yəni orada deyil. Yəni məktəbdə də var və yaxud da fərqli sferalarda, məkanlarda da ola bilir. Misal üçün, Is Catering şirkətində var, Elmlər filialında var. Həftə içi 5 günlükdür. Səhər saat 7-dən 4-ə kimidir. Bu sahədə işləmək istəyirsinizsə, qeyd edeyim ki, yəni çayçı işləri də var, onlardan da bəhs eləyə bilərəm sizə. 2 dənə elə çayçı işindən də bəhs edeyim, yəni. Sizə, yəni, misal olsun, 300 kvadrat metrlik bir yeri xarici şirkətin satış ofisini çayçılıq eləyə bilərsiniz. 30-45 yaş aralığında olanlara daha meyillidirlər. Belə bir işdir, amma 1 illik iş təcrübəniz olmalıdır. Oxşar vəzifədə çayçı və yaxud da xidmət personalı olaraq. 500-600 manatlıq variantı da var. Bu da 35-45 yaş aralığındadır. Kəsb deyildir. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Çayçı işi var, yoldaşlar. Mən sizə 2 dənə çayçı vakansiyasından bəhs etmək istəyirəm. Bunun biri reportaj Azərbaycandadır. Xarici şirkətin satış ofisidir. Şəhərin mərkəzindədir. 300 kvadrat metrlik ofisdir. 35-45 yaş aralığında bir şəxs olmalısınız. 1 illik oxşar vəzifədə təcrübəniz olmalıdır. Bu bir variantdır. Bundan əlavə yenə də eyni yaş aralığında və 1 illik iş təcrübəsi olan başqa yerdə də var. 500-600 manatlıq. Bundan əlavə kəsb-identdədir o da. Bundan əlavə, yoldaşlar, çayçıdan əlavə bənzər sahə var. Misal üçün, qabyan işi də var. Misal üçün, oteldədir, özü gecə növbəsidir. Amma oteldə başqa gecə növbəsi olmayan variantı da olmalıdır. Bundan əlavə qabyan işi, misal üçün, məktəbdə də var. Is Catering şirkətinin Elmlər filialında da var. Həftə içi 5 gündür. Səhər saat 7-dən günorta 4-ə kimi. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsinizsə və bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzizoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bağ evində iş var, yoldaşlar. Bağ evində iş var. Təsərrüfat üzrə köməkçi işidir, daha dəqiq desək. Bilgəhdədir, yoldaşlar. Ailə olmalısınız, 2 nəfər olmalısınız. Təsərrüfat və ev işləri üzrədir. Yaşınız da 30-45 aralı olmalıdır. Qalmağa evdə verilir. Həftədə bir gündə istirahətdir.
və yoldaşın da maşın sürməyi vacibdir, yəni maşın sürməyi bilməlisiniz. 1400 manat civarında bir işdir, bilgəhdədir yoldaşlar. Digər işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əzəzoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Həkim köməkçisi işi var yoldaşlar. Həkim köməkçisi işi var. Ümumiyyətlə bu tip işlər kifayət qədər olur. Bol olmasa da, yəni kifayət qədər olur. Xüsusilə də bu sahədə həqiqətən də təhsil olmuş şəxslər üçündür. Yəni sadəcə kurs təhsili olanlar üçün deyil. Elə bu vakansiya da həmin şəxslər üçündür. Yəni orta təhsil olmalıdır ən azı. İş təcrübəsi də olmalıdır paralel olaraq. Stomatoloji sahədə heç olmasa 1 illik. Və qeyd edim ki, bu vakansiya 20-40 yaşlı şəxslər üçündür. Və 800 manat civarında da əmək haqqı təklif edə bilir. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsə, və ya fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlığı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Qeyd edim ki, təkcə həkim köməkçisi işi və yaxud da həkim işi ancaq stomatoloji sahədə deyil, digər sahələrdə də olur, pediatr işlərdə olur, həm Qarabağda, həm digər Bakıda və yaxud da digər şəhərlərimizdə də bu tipli işlər olur. Birbaşa mütəxəssis olaraq. O işlərlə də tanış olmaq istəyirsə, bir daha da bildirim ki, əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəzoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Xanım işi gecə üçün var yoldaşlar. Xanımsınızsa və gecə iş sistemində işləmək problem deyilsə sizin üçün, qeyd edim ki, elə bir iş var, vakansiya var, qablaşdırıcı işidir. Misal üçün, axşam saat 11-dən səhər saat 8-in yarısına qədərdir. 517 manatlıq bir işdir. Servisləri də var, Badamdar şöbəsindədir. 20-45 yaşlı bir xanım olmalısınız. Məhsul qablaşdırma işidir yoldaşlar. Daha dəqiq desək, qablaşdırılacaq məhsul üçün qutuları hazır vəziyyətə gətirirsiniz. Amma bu arada yəni qabyan işləri də var. Məsələn, qabyan işi var, oteldədir, Sheraton Bakı turistdə. Amma gecə növbəsindədir. Amma belə qabyan işi, çayçı işi, xadimə işi, yəni gündüz növbəsində də olur. Sadəcə bu, misal üçün, gecə növbəsi o şəxslərə sərf edir ki, onun bir işi var, ikinci bir işdə də işləmək istəyir. Həmin şəxslərə sərf edə bilir. Amma yəni, yoxsa belə xanımlar üçün kifayət qədər işlər var gündüz növbəsinə. Həm bu işə, həm digər işə, bir sözlə iş tapmazsa çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul Əzəzoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Montaj köməkçisi işi var yoldaşlar. Montaj köməkçisi işi var. Yəni bu montaj köməkçisi işindən bəhs edeyim. Bu deməli 25-35 yaşlı şəxslər üçündür. Özü qeyd edeyim ki, əmək məcəlləsinə uyğun olaraq işə qəbul olunursunuz və stabil və uzun müddətli iş imkanı var burada. 600.000 manat qazana bilərsiniz. Bu da təcrübəyə əsasən müsahibə zamanı müəyyən olunur. İşdə yoldaşlar lift iş şaxtası daxilində həyata keçirilir. Texniki alətlərdən istifadə qaydasını bilirsinizsə, hündürlükdə işləmə bacarığınız varsa, bu işə müraciət edə bilərsiniz yoldaşlar. Bu işə müraciət etməkdə də çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, misal üçün boru montajı işi də olur və yaxud da qaynaqçı işi olur və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul Əzəzoğlu adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Pulsuz SMM öyrənmə işi var yoldaşlar. Pulsuz SMM öyrənə bilərsiniz. Əgər bu sahəyə marağınız varsa və yaxud da gələcək zamanda ümumiyyətlə evdən ancaq işləmək istəyirsinizsə, çölə çıxa bilmirsinizsə, uşağınız varsa, bu sahəni yiyələnə bilərsiniz. Xanımlar. Düzdür, burada mən hal-hazırda bu sırf xanımlar üçün olan bir vakansiya deyil yoldaşlar. Amma yəni xanımlara daha çox sərf edir. Deməli, bu yoldaşlar
SMM işidir, 2 aylıq təcrübə proqramıdır. Müəyyən qədər video edit bacarıqlarınız varsa, orta təhsiliniz varsa, bu işə müraciət edə bilərsiniz bu vakansiyaya. 5 gün iş rejiminə malikdir. Sonda da işlə təmin olunma imkanı var. Belə bir variantdır. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Təkcə bu vakansiya ilə deyil, digər buna bənzər və yaxud da bənzər olmayan digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda dəstək istəyirsinizsə, onunla da bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizadə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Lənkəranda iş var yoldaşlar. Lənkəranda iş var. Nə işidir bu? Bu qeyd edim ki, Paşa Sığortadadır və satış üzrə assistent işidir. Tələbləri çox azdır. Ali təhsilli olmalısınız, Azərbaycan dilini bilməlisiniz. Bilirsinizsə, ünsiyyət qurma bacarığınız varsa, öz fikrinizi sərbəst ifadə etməyə bacarığınız varsa, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığınız varsa, dəqiq bir şəxsinizsə, komanda ilə işləmə bacarığınız varsa, bu işə müraciət edə bilərsiniz yoldaşlar. Lənkəranda olan digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca sətini çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizadə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Evdən iş var yoldaşlar. Evdən iş var. Gəlin bu işdən də bəhs edeyim. Bu amma yüksək məhaqqlı bir iş deyil. Başlanğıc olaraq 400-500 manat, ilk 5 aydan sonra isə 700 manat ola biləcək bir işdir. O da şəxsi göstəricilərinizdən asılı olaraq arta da bilir. İş şəraiti evdəndir, amma freelance deyil. Yəni, sərbəst iş qrafikli bir iş sistemi deyil. İş saatı var. Səhər saat 9-dan 6-ya kimi. Belə bir işdir. Kimlər üçündür bu? Rus dilini və türk dilini bilməyənsiniz yoldaşlar. Əgər bilirsinizsə, danışılanı və yazılanı anlayacaq səviyyədə bilirsinizsə, belə bir iş fürsəti var. Yəni, burada xanımsınızsa, ofis əməkdaşı olaraq da axtarılır. Bir də analitik düşünmə qabiliyyətiniz varsa, ofis meneceri işi də var yoldaşlar. Bundan əlavə ofis proqramlarını da bilməyiniz vacibdir yoldaşlar. Əgər bilirsinizsə, belə bir işə də müraciət edə bilərsiniz və qeyd edeyim ki, şirkət internet üzərindən ticarətlə məşğuldur. İş də kompüter arxasında ofis proqramları ilə görülən bir işdir yoldaşlar. İş üçün kompüter və telefon şirkət tərəfindən təmin oluna bilir, əgər ehtiyac olarsa. Belə bir variantlı bir işdir yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər onlayn işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca sətini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizadə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Excel-i bilənə iş var yoldaşlar. Excel-i bilirsinizsə, bir sıra işlər ola bilər adətən. Adətən, misal üçün, mühasib sahəsində də işlər ola bilər. Amma Excel-i və bir-seni bilirsinizsə, maliyyə mələkləri və anbar qeydiyyatı sahəsində iş görmək ola bilər. Çünki Army Group şirkətində operator işçisinə ehtiyac var. Anbar və maliyyə mələkləri üzrə axtarılır. Belə bir işdir yoldaşlar. Yəni, bir-seni bilməsəz, misal üçün, mühasibatlıq proqramlarına, təcrübə proqramlarına müraciət edə bilərsiniz və yaxud da təcrübə tələb eləməyən variantlarına müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzizadə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. İnkasator işi var yoldaşlar, inkasator işi var. Gəlin o işdən sizə bəhs edeyim. Deməli, bu Golden Pay-dədir. Deməli, nə tələb edir sizdən? Tələb edir ki, heç olmasa orta təhsiliniz olsun yoldaşlar, BS kateqoriyanız olsun və hərbi xidmətə keçmiş olasınız, yararlı olasınız. Və heç olmasa 1 illik iş təcrübəniz olsun. Varsa belə bir özəllikləriniz, bu işə müraciət edə bilərsiniz. Digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, sürücülüyə aid və yaxud da fərqli sahələrə,
Onunla da bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun. Toğrul Əcəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gənclərə rahat bir iş var yoldaşlar. Gənclərə rahat bir iş var. Necə bir işdir? Gəlin ondan bəhs edeyim sizə. Burada yəni ən az 18 yaşınız varsa, 18-25 yaş aralığındasınızsa, internet operatoru işi var yoldaşlar. 400-600 manatlıq bir işdir. Həftədə 5 gündür. Səhər 9-un yarısından 6-ya kimidir. Kim olmalısınız? Kişi olmalısınız. Kompüter və internet bilikləriniz olmalıdır. WhatsApp mühitində işləməyə bacarmalısınız. Bəs yaxşı, nə iş görürsünüz dedikdə, deyə soruşduqda bildirim ki, müştərilərlə WhatsApp və ya e-mail vasitəsilə operativ əlaqə saxlayırsınız. İndi burada e-mail vasitəsi varsa, deməli siz nə etməlisiniz? Təhsil yəni WhatsApp-da istifadə etməyi bilməməlisiniz də. Həmçinin e-maildən də istifadə etməyə bacarmalısınız, elektron poçtadan. Həmçinin sifarişləri və məlumatları sistemə daxil eləməlisiniz. Bu tipli bir rahat işdir. Təcrübə toplamaq istəyirsinizsə, yəni təcrübə tələb eləməyən belə bir iş fürsəti var. Gəncsinizsə, oxumursunuzsa məktəbi belə iş fürsətlərindən istifadə edib ilk addımınızı ata bilərsiniz karyera doğrultusunda. Digər işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gəncədə iş var yoldaşlar. Gəncədəki işdən bəhs etmək istəyirəm. Deməli, Gəncə molda iş var yoldaşlar. Misal üçün, orada Rozmanda iş var. Hansı işlər var? Mağaza müdürü var, mağaza müdürünün müavini var. Sonra satış məsləhətçi kimi işlər var. Onunla bağlı Gəncə mola yaxınlaşıb müraciət edə bilərsiniz. Bundan əvvəl xəzinədar işi var Gəncədə. Rus dilini amma bilməlisiniz. Fərq eləmircinsiniz. Bəy və xanım olmalısınız. 530 manatlıq bir işdir. 1 ilə 2 iş təcrübəniz varsa, Azərbaycan və rus dillərini sərbəst bilirsinizsə, günorta 3-ün yarısından gecə 12-ün yarısına qədər işləyə bilərsinizsə, 530 manatlıq belə bir iş var yoldaşlar. Xəzinədar işidir. Bu, Cinemaster kartdadır. Kinoteatr şəbəkəsindədir yoldaşlar. Bundan əlavə Xalq Bankda iş var, Gəncə filialının da müştəri təmsilçisi olaraq. Bu amma 2 illik iş təcrübəsi tələb edir bu sahədə. Maliyyə hesabatlarını təhlil etmək bacarığı tələb edir. Sonra Gəncədə kasser işi var Kontafonda. Ali təhsillisinizsə bu işə müraciət etməyi düşünə bilərsiniz və əlbəttə ki, ofis proqramları üzrə də biliklərə maliksinizsə əgər. Gəncədə həmçinin bölgələr üzrə belə deyim, təcrübə proqramı var və həmin o təcrübə proqramında Gəncə də daxildir yoldaşlar. Bir dəqiqə, bəli, Gəncə filialı da daxildir. Amma ki, bu belə deyim də leasing şirkətidir yoldaşlar. Bu leasing şirkətində təcrübə proqramıdır. Gəncə filialı üçün. Kim olmalısınız? Ali təhsilli olmalısınız. B kateqoriyalı sürücülük vəsiqəniz olmalıdır. Ünsiyyət bacarığınız olmalıdır. Gənclər üçün sərf edə bilər və yaxud da karyerasını bu sahədə həqiqətində qurmaq istəyənlər üçün sərf edə bilər. Deyin nəyə görə? Çünki əmək haqqısı 200 manatdır. Niyə? Çünki təcrübə proqramıdır yoldaşlar. Belə bir variantlı bir işdir. Yarım iş günüdür özdə həmçinin qeyd edeyim. Yəni həftədə 5 iş günüdür və yarım iş günüdür. Yəni belə deyək də 8 saatdan az olan bir işdir. Və 3 ay davam edir. Belə bir variantda iş var. Yəni zaten bu gənclər və yeni məzunlara sərf edə bilər. Bundan əvvəl Yellow Bankda iş var. Kreditlərin monitorinqi üzrə mütəxəssisə ehtiyac var. Mikrokreditlər üzrə 2 illik iş təcrübəniz varsa, ali təhsillisinizsə, bu tipli işə də müraciət edə bilərsiniz. Bunlar qeyd edeyim ki, ən sonuncular edir, amma siz təkcə Gəncədə olan işlər ilə ancaq bunlardan ibarət deyil, digər işlər də var. Həm digər işlərlə, həmçinin bu işlərlə bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Rayonda sürücü işi var yoldaşlar, rayonda sürücü işi var. Mən rayondakı sürücü işlərindən də bəhs etmək istəyirəm. Deməli, bunun biri bölgə müdürüdür, biri isə sırf sürücü işidir yoldaşlar. Bu bölgə müdürü olanı
avtomobil də tələb eləyir. 3000 manat civarındadır. Amma gəlin ilk öncə adi sürücü işindən bəhs edeyim. D kateqoriyası üzrədir. 700-800 manatlıq bir işdir. 750 manatlıq daha dəqiq desə işdir. Əsasən Daşkəsən, Göygöl, Qarabağ bölgəsində olan bir işdir. Azı 2 illik iş təcrübəniz olmalıdır. Bu bir variantdır. Sonra bölgə müdiri işi var Qazaxda yoldaşlar. 5 illik iş təcrübəniz varsa bu sahəyə yaxın müraciət eləməyi düşünə bilərsiniz. Yəni bu sahədə təcrübəniz mütləq olmalıdır. Şəxsi avtomobiliniz olmalıdır. Əmək haqqı fiksdir, amma bundan əlavə bonuslar da var. Ortalama 2500-3000 manat qazana biləcəyiniz işdir. 5 günlük iş rejiminə malikdir. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işlərə müraciət etmək istəyirsinizsə, hətta digər rayonlarda olan digər sürücü işlərlə də tanış olmaq istəyirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun. Toğrul Əcəvalı kanal. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qaradağda da iş var yoldaşlar. Qaradağdakı işlərdən bəhs etmək istəyirəm. Misal üçün Bank Respublikada iş var yoldaşlar. Sədrək filialında. Aili təhsiliniz varsa, ofis proqramlarını bilirsinizsə bu işə müraciət etməyi düşünə bilərsiniz. Sonra iadələr üzrə mühasib köməkçi iş var Lövhətanda 500 manatlıq. Aili təhsiliniz varsa, heç olmasa 1 ilə yaxın iş təcrübəniz varsa, 21-35 yaşlı xanımsınızsa düşünə bilərsiniz. Sonra kamera müşahidəçi işi var Super Choice-də 400-500 manatlıq. Sədrəkçilər mərkəzi tərəfdədir. 25-35 yaşlı xanımlar üçündür. Sonra kasser işi var Sahil qəsəbəsində, Kontoxomda ali təhsilli şəxslər üçündür yoldaşlar. Ofis proqramlarını bilməlisiniz. Sonra mexanik qaynaqçı işi var Mətənət şirkətlər qrupunda. 3 illik iş təcrübəniz olmalıdır bu sahə üzrə. Sonra mağaza anbar işçisi var Sahil qəsəbəsində 580 manatlıq Sahil qəsəbəsindədir. Sonra meyvə tərəvəz anbarına işçiyə ehtiyac var 600-700 manatlıq kişilər üçündür. Səhər saat 11-dən 8-ə kimi Lövhətan dairəsindədir. 1 ilə yaxın iş təcrübəniz olmalıdır. Səhtəm üzrə mütəxəssis işi var Lövhətanda yoldaşlar. 2 illik iş təcrübəniz olmalıdır. Bu sahədə 700-800 manatlıq bir işdir. Ali təhsiliniz olmalıdır. Sonra avtomobil yuan işi var Kontoxomda, Qaradağda yoldaşlar. Sədərəkdə 6 aylıq iş təcrübəniz olmalıdır. 500-600 manatlıq bir işdir. Sonra laborant işi var Mətənətdə. Kimya, biologiya və ya əlaqəli sahə üzrə ali təhsiliniz olmalıdır. Qeyd olunan sahədə 1 illik iş təcrübəniz olmalıdır. Sonra mühafizəçi işi var Lövhətanda, sahildə yoldaşlar. Bəy və xanımlar üçündür. Orta təhsiliniz olmalıdır. Növbəli işçi məlumatıdır. 400-500 manatlıq bir işdir. Sonra satıcı işi var Sədərəkdə, Superboxda 600-800 manatlıq bir işdir. 650-800 manatlıq bir işdir daha dəqiq desək. 25-35 yaşlı şəxslər üçündür yoldaşlar. Satış prinsipli müştəri xidməti standartları barədə bilikləriniz varsa bu işə müraciət etməyi düşünə bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapması səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Kürdəmirdə iş var yoldaşlar. Kürdəmirdə iş var. Nə işidir? Və qeyd edelim ki, bu iş çox şey tələb eləmir sizdən. Şərtləri az olan bir işdir. Gəlin ondan bəhs edeyim sizə. Bu arada, yəni bu demək deyil ki, Kürdəmirdə olan iş deyil, ancaq bu işdən ibarətdir. Xeyr, bu Azərbaycan Holdingdədir yoldaşlar. İstehsalat müəssisəsindədir. Ali təhsillisinizsə, məzunsunuzsa, yəni ali təhsil üzrə, əmək qanunvericiliyini bilirsinizsə, iş təcrübəniz olmasa da təcrübəçi işi var, ödənişlidir, yəni maaşlı bir təcrübə işidir. Nahar da verilir şirkət tərəfindən. Nəqliyyat dəstəyi də mövcuddur, yəni iş yerinə gəlib getmək üçün belə deyim. İnsan resursları üzrə təcrübəçi işidir. Kürdəmirdəki digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da ki, bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Assistent işi var yoldaşlar, assistent işi var. Ümumiyyətlə o sahədə işlər kifayət qədər olur. Mən sadəcə birini vermək istəyirəm sizə. Amma yəni indi az öncə sadalayacağım, birazdan Allah qüssə sadalayacağım vakansiya
vakansiyanın şərtinə uyğun olmasanız, yəni heyfsilənməyin, çünki buna bənzər vakansiyalar kifayət qədər olur. Misal üçün, bu Mobifon Electronics'dədir yoldaşlar. Ofis və idarəetmə assistenti işçisinə ehtiyac var. Xanım namizədlər üçündür. Ali təhsilli olmalıdır və 19-26 yaşlı şəxs olmalıdır. Ofis proqramlarında sərbəst işləməyə bacarmalıdır. Sənədlərlə və ofis avadanlıqlarına işləmə bacarığınız olmalıdır. Varsa belə bir özəlliyiniz yoldaşlar, 6 günlük iş rejiminə malik, təxminən 9 saatlıq belə bir iş var. Yəni ola bilsin, yəni biraz 1 saatda azaltmaq olar və yaxud da dəyişmək, daha doğrusu dəyişmək olar. Belə bir işdir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər buna bənzər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bənzər olmayan işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda seçimini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. 60 yaşa iş var yoldaşlar. 60 yaşa iş var. Nə işidir bu? Operator işidir. 21-60 yaşlı bir xanımsınızsa, yəni bu işə müraciət edə bilərsiniz. Özdə qeyd edeyim ki, part-time bir işdir, yəni az saatlı bir işdir. Səhər saat 11-dən günorta 4-ə qədər variantı da var. Bir də günorta 3-dən axşam 8-ə kimi olan variantı da var. Misal üçün, neçə saat eləyir? 5 saat eləyir də yoldaşlar. 5 saatlıq bir işin qarşında nə verir sizə? Misal üçün, birinci variantda verir, bu səhər növbəsi, belə deyək, günorta növbəsi olan variantında. Günorta 4-ə qədər olan variantında. Verir 250 manat maaş, üstə gəldə bonuslar da var. Amma o birisində isə 50 manat yüksəkdir əmək haqqı, 300 manatdır. Ümumiyyətlə, 60 bu xanımlar üçün olan bir işdir, yoldaşlar. Amma belə xanımlar üçün olmayan 55 yaşa qədər olan işlər də kifayət qədər olur. Və yaxud da 60 yaşa olan başqa işlər də ola bilir. Bəzən hətta 65 yaşa da nadir hallarda olsa da belə ola bilir, yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda seçimini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul Əzəboğlu kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. İngilisi bilirsinizsə, yoldaşlar, ingilis dilini bilirsinizsə, onlayn iş var. Ümumiyyətlə, ingilis dili bilənlər üçün işlər kifayət qədər olur. Həm onlayn, həm də digər. Çünki ingilisi bilirsə, bu insan təkcə Azərbaycan bazarında iş axtarmaya bilir. Xarici bazarda da vakansiyalarla tanış ola bilir. Xarici bazarlarda da işləyə bilir. Mən sizə amma öz bazarımızda işləyə biləcəyiniz, belə deyim, vakansiyadan bəhs etmək istəyirəm. Yəni, ümumiyyətlə, bu sahədə kifayət qədər olur. Əgər aranızda kiminsə, misal üçün, B2 səviyyəsində heç olmasa, ingilis dili biliyib varsa, o zaman evdə ola-ola ingilis dili müəllimliyi eləyə bilər. Bəli, siz deyə bilərsiniz ki, mənim ingilis dili müəllimliyi eləmək bacarığım yoxdur. O cəhətdən narahat olmayın, yoldaşlar. Təcrübə vacib deyil, hər şeyi sıfırdan öyrədirlər, belə deyim. Başlamazdan əvvəl bir aylıq tam ödənişsiz təlim keçirirlər sizə. Belə bir vakansiya var, bu vakansiyada müraciət edə bilərsiniz. Özü iş saatı da azdır, həftənin hər günüdür, yəni həftənin 5 günü deyil, həftənin hər günüdür. Axşamlar 2 saat vaxt ayıra bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Evdən çıxmadan, onlayn şəkildə işləyə biləcəyiniz, əlavə gəlir qazana biləcəyiniz belə bir vakansiya da mövcuddur. Bundan da bəhrələnə bilərsiniz. Digər bu tipli işlərlə də tanış olmaq istəyirsə, və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmazda səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Aşpaz işləri var. Aşpaz işləri ümumiyyətlə çox olur. Yetərli sayda olur, belə deyim. Kifayət qədər olur. Mən onlardan, misal üçün, 2500 manatlıq aşpaz işləri də olur. Mən amma sizə fərqli variantlardan bəhs etmək istəyirəm. Aranızda, misal üçün, xüsusilə də fast food sahəsində təcrübəsi olanlar varsa, onlar üçün 2 dənəsindən bəhs etmək istəyirəm. 3 dənə işdən bəhs etmək istəyirəm, aşpazlıqla əlaqəli. Onun ikisi fast fooddan əlaqəli olmalıdır. Biri, misal üçün, kofelikdədir, 800 manat civarında pul verir. Maksimum 45 yaşınız varsa, fast fooddan anlayışınız və təcrübəniz varsa, müraciət edə bilərsiniz. Digər də gündəlik 55 manatlıq olan Nizam metrosuna yaxın yerləşən bir yerdədir, aşpaz işidir. O da fast food mətbəxində təcrübəyə malik olmanızı tələb edir sizdən.
Bundan əlavə aşpaz işi yoldaşlar Mars şirkətində də var. 800 manatlıq, daha doğrusu Çuxovda yerləşən bir oteldə var. 18-35 yaşlı şəxslər üçündür, amma kişilər üçündür. Digər aşpaz işlərlə də tanış olmaq istəyirsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmaqda çətinlik çəkirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Xaçmazda iş var yoldaşlar. Xaçmazda iş var. Gəlin o işlərdən bəhs edeyim mən sizə. Deməli, bu Xaçmazdakı iş fəhlə işidir yoldaşlar. Yalamadadır. Əgər belə bir özəlliyiniz var, daha doğrusu belə bir iş istəyirsinizsə, inzibati fəhlə işi var, Yalama Aqroparkda. Bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da Xaçmazdakı başqa işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Təkər təmiri ustası işi var yoldaşlar. Təkər təmiri işi var. Bu təkər təmiri işindən əlavə ümumiyyətlə bildirim ki, başqa usta işlər də var. Misal üçün nə işi var? Misal üçün məişət texnikaları üzrə var. Kontoxonda 1000 manat civarında. Sonra bəyanlar işi var, qaynaqçı işi var Qarabağda. Təxminən 1300-1500 manat civarında olmalıdır. Digər usta işlər də var. Mən lakin bu videoda mən təkər təmiri işindən bəhs etmək istəyirəm. Bu müşkülatda olmalıdır deyəsən, himayəti ilə başlamalıdır bu iş yerinin ərazisi. Bir dəqiqə. Yox, Mehdabadda başlayır. Mehdabaddadır yoldaşlar, müşkülat deyil. Mehdabaddadır. İş saatı 9-dan 7-yə kimidir. 800-1200 manat qazana biləcəyiniz bir işdir. 24-45 yaşlı şəxslər üçündür. Minik yük tikinti texnikaları işinlərinin montajını və təmirini bacaran biri olmalısınız. Varsa belə bir bacarıb, bu işə müraciət edə bilərsiniz. Digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qarabağ futbol klubunda iş var yoldaşlar. Qarabağ futbol klubunda iş var. Nə işidir? Gəlin ondan bəhs edeyim sizə. Bu mühasib işidir yoldaşlar. Mühasib kimi ən azı 1-2 illik iş təcrübəniz varsa, tam ali iqtisadi təhsiliniz varsa, mühasibatlıqla bağlı yerli qanunvericiliyi və vergi məsələsini bilirsinizsə, mühasibat üsutunun beynəlxalq standartlarını bilirsinizsə, ofis proqramları 1C və digər əlaqədar proqramlar yüksək səviyyədə həmin proqramlarda daha doğrusu işləyə bilirsinizsə, bu işə müraciət etməyi düşünə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun. Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.